Rusiyanın məşhur ulduzlarını Azərbaycana gətirən Jara festivalından operativ reportajımız var. Gəlin birlikdə baxaq. Я знаю, после лета нет ответа, случайная любовь. Ötən gün Bakıda Jara Beynəlxalq Musiqi Festivalının açılışı oldu. Günün ən hərarətli hadisəsi baş verir. İndi Jara Musiqili Festivalı başlanğıcıdır, açılışıdır bu günləri və nə qədər qonaqlarımız var, nə qədər qonaqlar toplaşıb və Lider televiziyası həmişə olduğu kimi ön sıralardadır. Görək nə olur. Müğənni bəstəkar Emin Ağalayevin təşkil elədiyi festival münasibəti ilə Rusiyanın bir çox tanınmış ulduzları paytaxtımıza gəldilər. Jara iştirakçıları əvvəlcə qırmızı xal üzərindən keçdilər. Xalıya ilk olaraq Emin əkizləri Əli və Mikail'la birlikdə çıxdı. Daha sonra bir-birinin ardınca gecənin ulduzları Anita Tsoy, Oleg Gazmanov, Sergey Kojevnikov, Igor Krit, Valeriya və başqaları xalı üzərində adımladılar. Нас ждет просто феерическая жара. 50 артистов каждый день. Это потрясающие песни, хиты. Все самое-самое яркое приехало в Баку. На главном летнем фестивале. Счастливо быть в Баку. Спасибо вам огромное. Gecənin aparıcılığını Yuliya Lisenko və Slava Nikitin elədilər. Müğənnilər səhnəyə çıxaraq mahnılar səsləndirdilər. Gecədə milli rəqsimiz də nümayiş olundu. Səhnəyə çıxanlar arasında atıram səninlə çəkdiyim şəkillərimi, unut soyuq gecələr dediyim sözlərimi, atıram orijinal CD və DVD disklərimi və yıldızım illərilə qiymətli şeylərimi. Всем добрый вечер. Приветствуем нас в нашем замечательном празднике. Всем счастья и здоровья, всего самого наилучшего. Вас ждет незабываемая музыка, незабываемый дуэт, как говорил уже мой друг Эмин. Ура, товарищ! Konsertin ikinci hissəsində aparıcılıq Yana Çurikova və Andrey Malaxova həvalə olundu. Məlumat üçün deyək ki, ötən gün Bakının qonağı olanlar arasında Oleg Gazmanov, Valeriya və festivalın təşkilatçılarından olan Sergey Kojevnikov da yer alıblar. Onlar Bakıya öz ailə üzvlərini də gətiriblər. Valeriya qırmızı xalıya həyat yoldaşı Iosif Prigojin, Gazmanov qızı və xanımı ilə çıxır. Müğənni bəstəkar Emin Ağalayov Lyuba Lyubov adlı yeni mahnısını təqdim eləyib. Bəstənin sözləri və musiqisi Maksim Fadiyevə məxsusdur. Emin mahnını hazırda Bakıda keçirilən Jara festivalı üçün yazdırdığını bildirir. Bugün Lider mağazin sizə Jara'nın möhtəşəm açılış mərasimindən məlumat verdi. Festival çərçivəsində baş tutacaq digər tədbirlər barədə isə tez-tez siz Səda informasiya proqramından məlumatlar alacaqsınız. Qeyd eləyək ki, Jara iyulun 30-na kimi davam eləyəcək. Festival çərçivəsində tamaşaçıları qala konsert, Sofiya Ratarunun yubileyinə həsr olunmuş musiqi proqramı, Alla Pugaçovanın Grigori Lepsin yaradıcılıq gecələri gözləyir. Закрой